Burada yatan 1500 nəfər əskərin rəhbəri oldu, sərkərdəsi. Sən gəldin, nə yerə çatdın ki, onu görə çoxdan deyirdim. Xalçaçılıq, Quba çeşnisi, Naxçıvan çeşnisi, bir də Gədiz çeşnisi. 1949-cu ildə Stalinin anadan olmasının 70 illiyi idi. O xalçanın toxunuşunda 35-34 nəfər xalça toxuyan olur. Hərdən baxıram, arxivi göstərdilər, o heykəlinin qoyuluşu. Mənim 12 yaşım vardı. Mən onda bazarda alver edirdim, bazarda. Nənəm dedi mənə ki, get anama deyinən ki, özə dağlı dildən deyir. Bura bama ötüqüm ki, aftıra, siyək ağacamır. Sandığı qəbri qardaşımla gözlü görəni, o şərqşünas qardaşımla. Deməli, gəldik, 2 dənə hərif oxuya bildi qardaşım onun üstündə. Görür, neçə illər keçib, yağış, külək, qar, bunlar hamısı pozuntu gedib orada. 2 dənə hərif tapdı. Dedim, ay Mirzə ağa, bunu necə oxuyurlar? Dedi, bunu hələ belə oxumurlar. Bunun üçün institut var, oxumaq üçün. Əvvəlcə bunu karkaya köçürdürlər. Xüsusi kağıza köçürdülür. Köçürdəndən sonra, karkaya köçürdəndən sonra başlayırlar alimlər onların üzərində. Alimlər onların üzərində başlayır işləməyə. Oxuyurlar onu. Ancaq o yazıların babat vaxtında babam onun birinin üstünü oxuyub. Burada yatan 1500 nəfər əskərin rəhbəri olub, sərkərdəsi. 1500 balaca, o vaxt üçün balaca qoşundu orada. Deməli, hər adama hələ yazılı sinə daşları qoyulmayıb. Tanınmış adamlara qoyulub ancaq. Özü şəhərin qəbirstanlığı deyir o. Kənd qəbirstanlığına oxşamır o. Gör, o hərfləri yazmaq üçün onun üstündə nə qədər işləyiblər, nə əsiblər onun üstündə. Yazı yazdır, heç yona. Deməli, şəhər olub orada, doğrudan da şəhər olub. O şəhərin ətrafında da xanəgə salınır. Bəli, şəhərdən sonra. Deməli, o məscidin üstü örtülü görmüşdüm onu. Gəlib girirdik içine, bir dəfə getdik orada gördük, hələ üstün sökülməmişdi. Divarlar yerindədir, böyüdü. Girdik içine, gördüm, burada araq butulkası var. Dedim, bunu kim eləyib görəsən? Deməli, o ova gedirdilər, vayennilər. Gedib qalırlar oralarda, içirlər arağı, atıblar oraya. Təmizlədik oranı, gəldim, onu o gününü görmüşəm. Sonra da neçə il keçib sonra gedimdən sonra, bu dəfə getdim bu hündürlüyündə 1 metrə daşlar sökülüb 1 metrə hündürlüyündə qalıb. Getdim küncdə tapdım o saxsını. Onu mən bütöv görmüşdüm, gördüm sınığı qalıb. O saxsıyı mən sonra soruşdum, dedilər ki, zətdə ki, Quran oxuyubları məscid içində. O gücləndirmək üçün diyor səs. Akustika yaradır. Boşluqdur da. O belə deyir, onun qapağıdır, küncə çıxıb. Küp diyor o beləncə ilə. Görüncə fikirləşiblər bunu, yoxlayıblar, görürlər ki, gücləndirir, səsi gücləndirir. Məşğuliyyətləri yaxşı sarıbuğda çıxır diyordu, yetişir diyordu. Əsas heyvandarlığı idi, sarıbuğda. Mən gördüklərimi bunu, sonra orada görmüşəm, atamın dayısının bağı indi də durur orada. Gəlməyən bulağından çaya düşürsən aşağı. Orada əncir ağacları orada durub, əncir də var orada. Keçəndə oradan çıxıb əncir yiyib, qalıb ağacları indi. Ancaq qapılarda bir nə içmişdilər. Hər kəsə öz heyətinin qabağında tənbəki əkirdilər. Tənbəki. Ruslar samasat deyirlər.
Onu doğrayırlar xırda sonra qalyanda çəkiblər. Onu gördüm. Bir de ki başka ancak taxılçılıq olub. Taxılçılıq, heyvandarlıq. Bunların peşəsi. Sen geldin, hadi yere sattın ki onu göre çoxdan bilirdim. Xalçaçılıq, xanəgənin xalçaları. Anam xalça toxuyan olub, nənəm xalça toxuyan olub. Bilirsən nə xalçalarıdır, ay. Özü də bizim çeşnilər var. Quba çeşnisi, Naxçıvan çeşnisi, bir də Gədiz çeşnisi. Qeyd elə. Gədiz çeşnisi, onu telefona qoyurlar xalçanı. Tapmaq olar. Bu yaxınlarda baxdım, yazılmışdı Gədiz çeşnisi. 1949-cu ildə Stalinin anadan olmasının 70 illiyi idi. Bunu da bilməyimiz yaxşıdır. Deməli, bütün respublikalar, Stalin bilirsiniz də kim olur? Hə? Ehtiyac yoxdur ki, onu izah edeyim. Adı 2-ci Dünya Müharibəsinin qalibi, müzəffər, ordu başçısı, SSR-nin padişahı. Bütün respublikalar bunun üçün hədiyyə hazırlayırdı ad gününə, doğum gününə. 70 illiyi, 49-cu il. Mənim onda 14 yaşım var. Deməli, Azərbaycan da toxudu. Bir dənə xalça toxudular. O xalçanın toxunuşunda 35-34 nəfər xalça toxuyan olub. Təsəvvür edirsən, cərgə ilə oturublar, nə boyda xalçadır. Üstündə nə toxuyurlar, şəkil nədir? Stalin ayaq üstə yanıb, uzun bir dənə stoldur. Uzun bir dənə stoldur, sağında da, solunda da marşallar oturub, marşallar, vəzifəli adamlar. Bu da hərbi geyimdə, elə gözəl xalçadır ki. Deməli, bütün mükafatların içində birinci yeri götürdü o SSR məkanında. Onların da birini toxuyanların iki bacı mənim qohumumdur. Tarix qoydular, göstərdilər. Birinci yeri götürdü, onlar mükafat. Sonra onu oraya göndərməmişdən qabağa Moskvaya astılar, onu bir sən orada. Hə? Bakıda, Bakı Sovyeti tanıyorsandır. Hə? Onun qabağında içəri şəhər, o yanda içəri şəhərdir, elə deyil. Onu oradan astılar, cəmaat tamaşaya gəldi. Getdik xalçaya tamaşa eləməyə. Hamı, cəmaat var belə. Mən bilən kino çəkilişi zadı da var ya onun. Arxivlərdən tapmaq olar. Neçənci il olub bu? 49. Stalinə mükafat xalçası. Nizaminin heykəlini qoyanda iştirak eləmişəm. 47-ci ildə. Nizaminin yubileyi keçirilməli idi 41-ci ildə. Müharibə qutardı 45-ci ildə. 45-də müharibə qutardı. 47-yəcən Leningradda, onda Leningrad deyirdilər, Peterburqda Nizaminin heykəli hazırlandı. Getirdilər Bakıya. 3 hissədən ibarətdir o. Hərdən baxıram, arxivi göstərdilər onun heykəlinin qoyuluşu. Mənim 12 yaşım vardı. Mən onda bazarda alver elirdim, bazarda. O bazar yine də var. Mən də getdim tamaşaya. 12 yaşında uşağım da. Müharibə dövrünün uşaqları necə olar? Ki, getdim dayandım orada. Deyirəm, mən də oradayım, bir tapım özümü. Göstərirlər Nizaminin heykəlinin qoyulması. Mərasim, təntənəsi. Cəmaat yığılıb, kranla 3 hissədən ibarət qoydular onu. Onu da görmüşəm. Anamın bibisi olanları, 3 qardaş getdi, gəlmədi. Əlixan, Vəzirxan, Ağayar. Getdi, gəlmədi. Əmim getdi, yaralandı, gəldi, yaralandı, gəldi. Sağ qaldı. Atam salamat qaldı, o da iştirakçıdır.
Qaldı ki, müharibə illərində da hələ hara baxırdın, yas yerində gəldi. Çoxunun zadı gəlirdi, qara kağız. Özü yoxdur. Daimdən qara kağız gəldi. Üstündə qara palasa ki, ölüb. Dedilər, qara palasadır. Qara, mən Rusça deyirəm, ya çaşırım hərdən dilimdə. Qara belə xət çəkilir üstündən. O küncündən bu küncünə, vərəqin. O saat bilirlər ki, ölüb. Göyrəng də olanda itkin düşüb. Bildin? Mən də elə bilirdim, qara gəlir. Nənəm dedi mənə ki, get anama deyinən ki, özə dağıldı dildən deyir. Bura bama ötübqum ki, aftirab, siyah kağız amarız. Get anama deyinən ki, aftirabdan qara kağız gəlib. Tərcüməsi. Mən də gəldim anama dedim, anam getdi. Nənəm gülü 3-cü xrif doğdu olurdu, biz 1-ci xrif doğdu. Belə oldu ki, məlum oldu ki, qaradır. O xət göydü. İtkin düşüb, itkin dəli ölmüş kimidirlər. Gəldi, çıxdı, neçənci ildə gəlsə çıxsa yaxşıdır. 46-cı ildə. Məktub gəldi onunla. Hardadır bu? Vladivostokda. Uzaq şəhərdə. Şaxtada işləyirlər, nə işləyirlər. Bunlar plen düşüb, 41-ci ildə, 42-də aparırlar da İtaliyaya, Almanlar, konsular orada olub. Sonra Amerikalılar gəlib Almanları darmadağın elədilər orada, bunları bıraxdırdılar. Sonra bunları plen düşdüyü üçün incidirdilər. Yoxladılar onu çox, 3 ay getdi, gəldi. Hər tərəfli yoxladılar, gördülər, yox, bu özü düşməyib. Bütün bunların diviziyası düşüb meşədə. Bəli, müharibə acılarını yaşamışam mən. Bina, ku. Bina sözü yer deməkdir. Torpaq sahəsi. Mesela Abşeron'da Bine kendi var. Var. Xanəlidən də yuxarıda yal qırqəsi deyirik. O qutarından sonra 2 kilometr olar uzunluğu. Meşə qutarır, gedirsən oyna. Bir dənə yaxşı yer var, əkin sahəsi. Böyük yer. O Binəkudur. Binə yerdi, Kuh da dağ, hündürlüydü. Kuhdur. Dağda yer. Binə Kuh. Abşeron'da desə kəndi var Abşeron'a. Elə kənd tapmazsan ki, orada xanəgahı tapılmaz. Balaxanında çoxdur. Beşdağda. Gedir, hamısında var. Bilirsən, insanlar çoxaldıqca istər-istəməz kənara çıxmalıdır. Mümkün deyil. Öy böyümür axı. Öy qalır elə özü ölçüsündə, adamlar çoxalır. İstər-istəməz çıxırlar qırağa. Atam qırçı olub. Bakının damları hamısını qır olub qabaq. Bütün. Ona görə də qırçılar çox idi. Əsas iş yerləri onlar idi. Dama qır basırdılar. Bir də Zeynəb xanlar onun atası da qırçıdır. O da qırçı qızıdır. Qardeşim diplom işinə baxıblar. Deyiblər ki, sənin bu diplom işin elmlər namizədinə həzmindədir. Sən onun üzərində biraz işləyirsən. O nəyi kəşf eləmişdi? Nə tapmışdı? Tat dilində Tat dilinin xanəgə ləhcəsi. Diplom işi. Xanəgə ləhcəsi. Orada təzə bir hərfdir kəşf eləyib. O hərf hansı hərfdir? Nə idi, nə idi. İkisinin arasında. Məsələn, deyirik ki, müqtirim ki, m'dan sonra hansı səs eşitdim? Nə idi, nə ı. Mi demədim.
M da denemedim. M. Bak o harfi tapmıştı. Dediler bunun üzerinde biraz işlesen bu namizedliydi. Bu diplom işidir. Yüksek seviye. Toylar, kız toyu ayrı keçirilir. Oğlan toyu ayrı. Böyle görmüşük. Bir yerde toy olmayıp. Bu sonraki illerde bir 10-15 il bilmem 20 ilde mod düştü bu bir yerde. Yoktu. Kız toyu ayrıdır, kişi toyu ayrı. Oğlan toyu ayrı. Öyle böyle görmüşük. Bilirsən ne vaxtdan bu mod düştü? Öyle 93-cü ildən sonra başladı da. Yayıldı. Qabaq oğlan toyu ayrıcıydı. Xanədə pəhlivanlar görüşürdü. Pəhlivanlar görüşürdü. Döyüş, güləşə çıxırdı. Saf qoyulurdu. Saf deyirlər ona. O şirini azad bilən safı kim aparar? Çıxırdı biri, cəngi çalırlar, fırlanır meydanı, çağırır gələn, çıxsın qabağıma. Biri çıxır da qabağına, o da çıxır qabağına, gəlirlər əvvəlcə çiyin vururlar bir-birinə, aralanırlar, sonra biraz da oynayırlar, sonra biri o birisini götürür çiyinine, gəzdirir, toyxananın içində bir kuruq qoyur yerə. Sonra da o bunu götürür çiyinine, bir kuruq fırlanır, bir şey qoyur yerə. Ondan sonra başlanır döyüş. Bunları görmüşəm, tamaşa eləmişəm. Xanəgədə görmüşəm, özü də. Cavanları bir dənə onu deyərdim ki, o xanəgədə ələlxüsus yuxarı kənddə böyük qəbirstanlıq var. Onu qorusunlar. O mənim arzumsa nə idi? Onun dövrəsinə məftildə şey bastırırım, stolba bastırırım, məftil çəkim ki, meşəyə oradan gedirlər, maşın yolu görmüşəm, balaca maşınlar gedir, yavaş, onlar ki, qalıb yerində, baş daşılardı yerində deyil, oranı pozmasınlar. Əcə oranı məftil çəkmək, özü də yazı da yazmaq lazımdır ki, ora məzarlıqdır. Kəndin məzarlığıdır, bura toxunmaq olmaz. Bura maşın sürməsin. Bunu eləsələr, yaxşıdır. Ondan başqa, getsinlər ora, ata-babalarının, əcdadlarının çox zülümlə, əzabla, dəvələrin belində daşıyıb, o daşları getirib, ev tikiblər orada. Gedib oranı ziyarət eləsinlər. Getsinlər, onu qorusunlar. İmkanı varsa, elə eləsin ki, bilirsən, bilmək olmaz dünyanın işin nə olacaqdı. Mən məsələ getdim, babamın öyünü tapdım. Tapdım ki, bilirdim harada. Bu boyda daşdı, bu qəlinlikdə o belə. Qapının üstünə qoyurlar onu. Haradan getiriblər bunu. Onun üstündə hərif vurdum, zubil apardım. Elə bərk daşdı ki, qranit daşdı. 2 dənə hərif yazdım oraya, hə? 2 dənə. O bulaq yeridir. Onu mən daim material getirib, getmişik maşınla, zillə. Onu oradan birləşdirmişik bulağın gözünə. Getirmişik aşağıda, bir dənə də balaca tikmişdim zat kərpicdən. Sonra o uçuldu, getdik, bir də tikdik. İndi Aydingil gediblər, sağ olsunlar, uşaqlar. Gedib burada bərpa ediblər tezədən. Ora mənim üçün, nə bilim, ziyarətgahdır da. Ondan yaxşı ziyarətgah olar. Əcdadlarımız yatır orada. Oranı boş qoymaq olmaz. Mənim kimi 1-2-3 nəfər də tapılsın, nə qədər çox olsa, o da yaxşı olar. Bunun qiyməti böyükdür. Çox böyükdür. Pəs, tarix, mədəniyyət hələ qorunur da. Sənin ona məhəbbətin olmasa,
o torpaq qalmaz. Yox olar. Məhəbbət saxlayır onu. Çox zəhmət çəkdi. Sizin bu xeyirxah əməlinizi mən elə eşidirdim uzaqdan yaxından deyirdilər mənə. Siz böyük iş görürsünüz. Siz kızını yaşadırsınız.